Deməli, birinci yerindən tərpənəndə elə qəzaya düşmək mümkündür. Yəni, hərəkətə başlayanda qəzaya düşmək mümkündür. Necə? Deməli, qaydalar nə deyir? Qaydalar deyir ki, hərəkətə başlayanda güzgüyə bax. Yəni, nəzərdə tutur ki, sol güzgüyə. Ümumiyyətlə, mənim məsləhətlərim heç vaxt qaydalara zid getmir. Qaydalara zid getməyən, amma təhlükəsizliyi artıran məsləhətlər verirəm. Deyir ki, sol güzgüyə bax, hərəkət elə. Ceyhun, mən məsləhət görürəm, 3 güzgü sistemindən istifadə etsinlər sürücülər. Məsəl üçün, ticarət mərkəzlərinin yanında dayananda, eləyəndə maşına insanlar sağ tərəfə, sol tərəfə söykənməyi sevirlər yorğunluqdan. Düzdür. Ona görə sol güzgüyə baxıb hərəkətə başlayanda, sağda, məsəl üçün, yaşlı qadın, bir xala tutaq ki, söykənib maşına, o yıxıla bilər. İstər-istəməz, hardasa 50% günah onda olsa da 50% günah sizdə olacaq. Çünki sürücü hər şeyə cavabdehdir, siz bunu bilirsiniz. Ona görə alqoritm necə olmalıdır? Eləcə də maşına arxadan söykənən cavanlar ola bilər, yaşlılar ola bilər. Təbii ki. Və hərəkətə başlayarsınız və o adam yıxılar və qəza ola bilər. Alqoritm necədir? Deməli, maşına oturdunuzmu? Birinci dönmə ışıqlarını yandırmaq lazımdır. Niyə? Sonra yaddan çıxır. Ondan başqa güzgülərə, indi maşını işə salırsınız, eləyirsiniz, bunu hamı bilir. Güzgülərə necə baxmaq lazımdır? Sol güzgüyə ən axırda baxmaq lazım. Birinci sağ güzgüyə baxmaq lazım. Bir baxın görün, orada maşına söykənən var, yoxdur, belə. Deməli, əgər kimsə söykənibsə, ona siqnal vermək olar, amma siqnallar da mədəni və mədəni olmayan olur. Uzun-uzadı siqnal insana təhqir kimi gəlir. Amma Bikə xalanı oradan tərpətmək üçün bip eləyirsən ki, ay Bikə xala, qurban olaram səni. Sən Allah çəkil, məni də işə salma özümü də. Bu bir. Ondan sonra orta güzgüyə baxırsınız. Arxada söykənən ola bilər. Yenə də, əgər kimsə söykənibsə, xırda bir siqnal vermək olar. Siz bilirsiniz ki, şəhər içində siqnalı qəzadan qaçmaq üçün və qəzanın qabağını almaq üçün vermək olar. Ondan başqa ən axırda sol güzgüyə baxmaq lazım. Bundan başqa sonra hərəkətə başlayırsınız.